Salam müəllimlər, vaxtınız xeyir olsun. Bugün deməli təlim strategiyalarının 3-cü hissəsinin izahına baxacağıq. Simulyasiya və rollu oyunlardan başlayaq. Deməli bir şey qalmayıbdı. Hardasa bir 7 dənə, bəli, 7 dənə strategiya qalıbdı. Simulyasiya və rollu oyunlar dedikdə nə başa düşün müəllimlər? Baxın. Simulyasiyada rollu oyunlarda bəzən bunun ikisini də bəzi mütəxəssislər ikisini də eyniləşdirir və elə düşünürlər ki, ikisi də eyni şeydir tamamilə. Bu yanlış yanaşmadır. Niyə yanlışdır? Gəlin ona baxaq. Bax müəllim, simulyasiya deyir, bir də rollu oyun deyir. Əgər bu ikisi də eyni şey olsa, məntiq cəhətdən eyni şey olsa, zaten bunun ad olaraq birindən istifadə edərdik. Ya simulyasiyadan, ya rollu oyunlardan. Demək, bunun ilk növümüzdə nəsə fərqi var. Simulyasiya dedikdə nədir? Simulyasiyada mən özümü oynayıram. Sadəcə situasiyaya, yəni baxın. Mənə deyirlər ki, filan situasiya ilə qarşılaşsan, necə yanaşma nümayiş etdirərsən? Mən özümü oynayıram. Özüm həmən situasiyaya, həmən vəziyyətdə təsəvvür eləyirəm və münasibət bildirirəm. Bu simulyasiyadır. Rollu oyunlarda artıq mən başqasını oynayıram, başqasının rolunda oluram. Doğru dildə desək, simulyasiyada mən öz bədənimdə, öz təfəkkürümdə hadisəyə münasibət bildirirəm. Ancaq rollu oyunlarda başqasının beynində, başqasının bədənində belə desək, yəni canlandırıram və münasibət bildirirəm rollu oyunlarda. Ancaq demək olar, yəni ikisinin də belə deyək, tamamilə oxşardır, tamamilə fərqli demək. Oxşar cəhətləri var ki, hər ikisində də belə deyim, hansı situasiyada, məqamda, hansı halda, qəziyyədə münasibətin necədir ona baxılır. Ancaq fərqli tərəfləri də az əvvəl vurğuladığım kimi rollu oyunda başqasını canlandırırsan, simulyasiyada özün fərqli situasiyalarda, fərqli hallarda təsəvvür edirsən. Bunu necə tətbiq etmək olar? Müəyyən fənlərdə, yalnız ədəbiyyat dərsində demək olmaz ki, ədəbiyyat dərsində sən filan obrazı canlandır. Məsələn, ədəbiyyat dərsində Ağaməhəmməd Şah Qacarımı canlandır və yaxud nə bilim, o qədər İskəndərəmə sənin İskəndərimi canlandır. Yəni şərt bu deyil. Başqa da ola bilər. Məsəl üçün fizikada, kimyada, biologiyada, məsələn, fizikada alimlərin dialoqunu, alimlərin danışığını şagirdlər canlandıra bilər. Bu da bir rollu oyuna izah ola bilər. Daha sonra bu simulyasiyanın müəllimlər bir dənə növü var, təlim simulyasiyası. Nədir bu təlim simulyasiyası? Bax bizim bu bildiyimiz müəllimlik eləmək. Yəni uşaqları çıxardırıq ha lövhənin qabağına. Məsələn deyirik, çıx məsəl üçün bu mövzunu dostlarına, sinif yoldaşlarına izah elə. Bax o təlim simulyasiyasıdır. Dərsi bir uşaq izah edirsə o təlim simulyasiyasıdır. Məsələn mən girirəm, baxıram ki, ismi hansısa şagird yaxşı bilir. 10 şagirddən biri var ki, o daha belə yaxşı bilir, həvəslidir, yaxşı öyrənib, yaxşı başa düşür. Və mən ona deyirəm ki, çıx bu ismi izah elə yoldaşlarına. Bax, həmən o təlim simulyasiyasıdır. Və o proses həm şagirdin özünə, həm də digər şagirdlərə stimul verir ki, mən də gələn dərs müəllim ola bilərəm. Mən də gələn dərs nəyisə izah edə bilərəm. Daha diqqətli, daha yaxşı oxumaqlarına belə deyim, nəticələrinə yaxşı təsir, müsbət təsir göstərir. Sonra düşün, cütləş, bölüş, paylaş. Bu nədir? Düşünmək müəllim, bu qrupla iş, fərdi iş, bax bu odur. Düşün fərdidir. Düşünəndə fərdidir. Fərdi, ödəmi dəqiqə silək daha böyük hərflə yazaq. Düşünmək fərdi, cütləş cütdür elə, bölüş qrup, paylaş bütün siniflə iş. Paylaş bütün siniflə iş. Baxın, fərdi şəkildə düşünürəm. Müəllim mənə problemi verir. Fərdi şəkildə düşünürəm. Gəlin elə burada ardıcıllıq bu məqamın üzərində gedək. Bax, şagirdlərə mövzu ilə bağlı sual və tapşırıq təqdim elədim. Bütün şagirdlərə ilk budur. Sinifə təqdim elədim hamıya. Bunlar sonra fərdi olaraq başlayırlar düşünməyə. Fərdi olaraq. Sonra bu fərdi olaraq düşünəndən sonra artıq cütləşirlər, müzakirə eləyirlər. Daha sonra cütlərlə iş bitdikdən sonra şagirdlər kiçik qruplara, bölüş mərhələsinə, kiçik qruplara gəlib fikirlərini yenə təzədən müzakirə eləyirlər. Daha sonra bunlar fikirlərini müqayisə eləyəndən sonra, bir-birinlə bölüşəndən sonra, müzakirə eləyəndən sonra, müqayisə yox üzrə, bir-birinlə fikrini müzakirə eləyəndən sonra, bölüşəndən sonra artıq fikirlərini bütün siniflə paylaşırlar. Deməli, proses nətər oldu? Müəllim sualı təqdim elədi, mən təkcə düşündüm, sonra 2 nəfər cütləşdik, yəni belə qoşuluq birimizə, ikimiz də başladıq nəyisə bu məsələ haqqında müzakirə etməyə. Daha sonra sayımız biraz da çox oldu, qrup olduq, başladıq qrup halında müzakirə etməyə. Ondan sonra da fikirlərimizi bütün siniflə paylaşmağa başlayırıq. Özündə neçə dənə fəaliyyət əks etdirdi? 4 dənə fəaliyyət var, bir neçə fəaliyyət əks etdirmiş olur. Və burada düşün, cütləş, bölüş, paylaş şagirdə bir neçə bacarığı inkişaf etdirir.
və bir neçə şagird üçün xeyirlidir. Baxın, fərdi məşğul olan şagird introvert düşüncəyə aid idi. Fərd daxili intellektə sahib idi. Introvert düşüncə fərd daxili intellektə sahib idi. Cütlərlə işləyən şagird ekstrovert düşüncəyə sahib idi. Ondan sonra şəxslərarası intellektə sahib idi. Bax, gör neçə dənə məqamı özündə əks etdirdi bu düşün-cütləş, bölüş. Düşün-cütləş, bölüş. Bax, burada bayaq dediyim düşün nə idi? Fərdiyə aid idi də. Fərdidə introvert düşüncə, fərd daxili intellekt, cütləş cütlərə aid idi də. Ekstrovert düşüncə, şəxslərarası intellekt. Yəni bu kimi məsələləri özündə əks etdirirdi. Bu belə deyim, strategiya. Bundan əlavə bu strategiyada məqsədə uyğundur ki, yuxarı təfəkkür səviyyəsinə uyğun açıq tapşırıqlar versin. Niyə? Əgər şagirdin təfəkkürünü inkişaf etdirmək istəyirsə, şagirdin inkişaf etdirmək istəyirsə, əlbəttə ki, hər bir belə deyim, aşağı təfəkkür səviyyəsinə uyğun da suallar verilə bilər, qapalı suallar da. Ancaq məqsədə uyğunluq olaraq, yəni bizim məqsədimizdən şagirdi daha çox inkişaf etdirmək. Ona görə yuxarı təfəkkür səviyyəsinə uyğun açıq tapşırıqların verilməsi daha məqsədə uyğundur. Şərt deyil, amma məqsədə uyğundur. Sonra qartopu texnikası. Qartopu nədir? Bunu belə izah edəcəm mən qısaca. Düşün, cütləş, bölüş. Nə tər olur? Bir dənə bu məqamı toxunum, ümumi izahını indi qısa konkret edirəm. Qrup şəklində işləməkdir bu heç. Qartopu qrup şəklində başlayırıq. Mövzuda tələb olunan məlumat şagirdlərə təqdim edildi. Şagirdlərə verilən məlumatlar nəzərdən keçirməyə icazə verilir. Şagirdlər. Ehtiyac olduqda şagirdlərə faktları təşkil etməkdə kömək edilir. Şagirdlərə faktları, fikirləri vermək, yəni bu kimi məqamlarda fikirlər və ya cavabları başqa bir şagirdlə bölüşməyə 5 dəqiqə ərzində müzakirə etməyə imkan verilir. 5 dəqiqə ərzində. Heç nə yox. İndi vacib məqamı deyirəm. Qrup şəklində işləmək. Qartopu qrup şəklində işləyir. Proses nə tür olur? Bayaq dedim. Mən sualı bütün sinifə təqdim elədim. Sən təkcənə düşündün, fikirləşdin. Sonra oldunuz 2 nəfər. İkiniz birləşdiniz. Sonra oldunuz 4 nəfər. Sonra oldunuz 8 nəfər. Belə artıq nə olur? Qartopu nətər olur? Dımırlandıqca, belə yuvarlandıqca böyüyə-böyüyə gedir. Bax, qrup da böyüyə-böyüyə getdi. Fərdi şəkildə sual verdim, düşündüm, başladın artıq yavaş-yavaş qrup halında böyüyə-böyüyə getməyə. Bu da qartopu texnikasıdır. Qrup varsa əməkdaşlıq, ünsiyyət inkişaf eləyər. Baxın, müəllim, qrup varsa bayaq dedim, əməkdaşlıq, ünsiyyət, ümumiləşdirmə olar, tənqidi, məntiqi, qruplaşdırma bu kimi bacarıqları inkişaf etdirmiş olur. Qartopu. Sonra nə deyir? Sinif üçüncüləri. Sinif üçüncü nədir? Sinif üçüncündə müəllim həm şagird hərəkət eləyir, hərəkətlə öyrənir. Həm mövzunu öyrənir, həm də hərəkət eləyir. Əyləncəli bir fəaliyyət olur bu prosesdə. Həm dərsi zamanı hərəkət edə bilmək əyləncəli fəaliyyət olur. Həm mövzunu öyrənir, həm də hərəkət edir. Məsələn, nədir? Sinifin üçüncünə, 3 dənə üçüncünə belə deyək buralara. Birinə razıyam yazırsan, birinə razı deyiləm, birinə də nədir? Əmin deyiləm. Əmin deyiləm. Şagirdlər də bu künclərə gedir. Məsələn, deyim, bu küncə, bu biraz şeyini yazdım, qara şrif hərfinə. Aha. Bax, bu formada künclərə bölüşdülər, düzdür? Bura razıyam, bura razı deyiləm, burada əmin deyiləm, düzdürmü? Məsələn, razıyam yerinə baxdıq ki, 5 nəfər toplaşıb, bura 5 nəfər, bura nə bilim 7 nəfər toplaşıb, əmin deyiləm. Və sonra hər kəs öz fikrini təsdiqləməlidir. Elə sadəcə məqsəd o deyil, heç nə, qaçdıq, bura getdik, qurtardı. Sonra bunlar qrup halında bu 5-i öz fikrini təsdiqləməlidir, arqumentlər gətirməlidir. Ancaq sinif üçüncülərində məqsəd nədir? Həm mövzunu öyrənirik, həm də dərs prosesində hərəkət edirik. Daha sonra mən kiməm? Bu mən kiməm məsələsini bəlkə TikTokda mı, nə bilim, hansısa sosial Instagramdan, sosial şəbəkələrdə görmüş olarsınız. Alnına yazı yazırlar. Kağıza yazı yazırlar, yapışdırırlar alnına. Həmin adam da başlayır suallar verərək kim olduğunu soruşur. Suallar verərək. Və bu prosesdə həm sual verənin biliyi yoxlanır, həm də qarşıdakı adamın biliyi. Məsələn, bu A-dır, bu da B-dir. Bu A-nın alnına yazıb yapışdırmışıq, nə bilim, nəsə də, ya nə yazıb, Füzuli yazıb yapışdırmışıq. Füzuli. Düzdürmü? Füzuli, belə. Nəsə, qaraqurol deyib yox. Yazmışıq Füzuli A-nın alnına. A, B-yə sual verir ki, şairəm, nə bilim, əruz vəzində yazmışam. Bax, o sualı verəndə əruz vəzində yazmışam. Bunun təfəkkürü yoxlanılır, əruz vəzində yazı.
B də ona hə, yox desə, artıq B-nin də savadı yoxlanılır ki, B həqiqətən o haqda məlumatlıdır deyə yox, B-nin də məlumatı yoxlanılır. Deməli, mən kiməm də həm sual verən, həm də cavab verənin ikisinin də biliyi yoxlanmış olur. Həm də köhnə və yeni bilgilər harda var idi? Qarşısında yazmışam, baxın. Köhnə və yeni bilgilər arasında əlaqə müəyyənləşdirmək. Daha sonra, debat nədir? Bizim bildiyimiz hal-hazırda o belə deyək də, debat bir-birindən internetdən, yenə deyim, sosial şəbəkə, televizordan görmüşük, debata çıxırlar, bir-birindən didişmək. Biz belə başa düşürük də, başa düşdüyünü belə görmüşük. Yəni, əyani olaraq nümunə belə göstərə bilərik. Debat hansı şagirdlər üçün yaxşıdır? Məntiqi və riyazi təfəkkürlü şagirdlər üçün. Çünki tənqidi yanaşma var orada. Əsaslandırmalısan, arqument gətirməlisən. Yəni, debatda yalandan mən belə düşünürəm, qutarı getdi. Debat eləyirsənsə, gətirdiyin, dediyin əsaslar olmalıdır. Məsələn, bu ateistlərlə möminlər arasında, dindarlar arasında bir debat olur. Onda biri qayıtsın, elə desin ki, mən belə düşünürəm, bu biri desin, mən belə düşünürəm, qutardı. Elə debat olmaz. Əgər fikir varsa, fikrin də təsdiqi olmalıdır. Bunu izah eləməlisən, arqument gətirməlisən, sübut gətirməlisən. Və bu debat zamanında müəyyən mədəniyyət formaları var ki, insan yəni hər formada belə deyim, debat aparmaq olmaz da. Yəni elə sən dur bir-birini təhqir elə, kobud ifadələr işlət, yalandan məlumatlar ver. Bu debatdan çıxır artıq. Debat aparmaq üçün birinci öyrənməlisən, gedib araşdırmalısan, məlumatın olmalıdır, informasiyan olmalıdır. Öyrənməlisən. Sonra aydınlıq məsələsi var. Deyilən fikri aydın çatdırmasan qarşı tərəfə. Deyilən fikri aydın deməsən. Düzgünlük, bayaq dediyim elə yalandan nədir, arqument, debatda üstünlük qazanasan deyin, yalandan özündən düzüb qoşma məlumatlar vermək olmaz. Hörmət məsələsi, bayaq dediyim, qarşındakını yəni təhqir elə, ağır sözlər işlətmək olmaz. Debat aparırsan, etik qaydalar çərçivəsində apar. Yəni elə gördün ki, debatda basılırsan, bacarmırsan, qayıt təhqir elə, bu kimi məqamlar olmaz. Əsaslandırma, dediyin fikri, əgər sən deyirsən ki, qatıq ağdır, təsdiq eləməlisən, qaradır, təsdiq eləməlisən. Natiqlik məsələn. Danışan zaman elə olmalısan ki, bir natiqlik bacarığın olmalıdır. Yəni qarşındakına fikri çatdıranda elə mızıldana mı, kikildiyə deməməlisən. Bir normal tonda, intonasiya ilə, təsirli dildə danışıq qabiliyyətin olmalıdır debat zamanı. Daha sonra debatda olan, belə deyim, müxtəlif keyfiyyətlər vardır. Debat bacarığını formalaşdırmaq üçün. Əgər sən həqiqətən debat bacarığı aparmağı, bu bacarığı özündə formalaşdırmaq istəyirsənsə də müəyyən fəaliyyətlər var ki, məsələn, birgə işləməyi öyrənməlisən. Birgə işləməyi. Fərdi nitqlər yazmalısan. Birgə işləyən zaman məsəl deyirəm. İndi bunlara primitiv 2 dənə məqam deyib toxunub keçəcəm. Birgə işləyən zaman nədir məsələ? Bax, birgə işləməyi öyrənəndə komanda ilə, məsələn, deyirəm ki, sən komanda halında debata gedirsən. A komandası, B komandası. Komanda halında debata gedirsən və birgə işləməyi bacarmırsansa, sən artıq orada biriniz, belə deyim, bağa gedəsiniz, biriniz bağda, hər bir tərəfə dağılasınız və əks arqument, bu B komandasına qarşı əks arqument hazırlaya bilməyəsiniz. Çünki siz indiyənə kimi birgə işləməyirsiniz. Nitqiniz olmalıdır, sübutları təhlil etməlisiniz, hər iki tərəf üçün arqument olmalıdır, təqdimatlar hazırlamalısınız. Bax, bu kimi 5 dənə məqam sənin debat bacarığını formalaşdırır. Daha sonra Bloom kubu. Bloom kubu gördünüz? Nə adınıza düşdü müəllim? Bloom taksonomiyası. 1956. Bloom taksonomiyası. Aha, taksonomiya. Baxın, indi Bloom kubu nədir? Kubun üzünə hərəsində bir adlar yazılır, kvadratın. Kubdur da, bildiyiniz hər tərəfində. Bir tərəfini adlandır, izah et, təqdim et, nə üçün, özünü ifadə et, yenisini yarat. Nə diqqətiniz çəkdi müəllim burada? Adlandırmaq nəyə uyğun gəlir? Xatırlamaq, faktoloji. İdraç taksonomiya var idi. İzah etmək, anlamaq, tətbiq etmək. Nə idi? Elə tətbiq et. Nə üçün? Təhlil et. İfadə et, özünü, öz fikrini, dəyər ver, dəyərləndir. Yenisini yarat, elə yaratmaq. Gördünüz, Bloom taksonomiyasının idraç mərhələsinin feilləri ilə uyğun gəldi, adları ilə belə desək, uyğun gəldi. Elə eyni şeydir. Bloom kubu aiddir Bloom taksonomiyası. Yəni, Bloom kubu bərabərdir Bloom taksonomiyasına. Mərhələlər də eynidir, müəllim. Sadəcə adları dəyişibdir. Mərhələ də eynidir. Məsələn,
Adlandırmaq nəyə aiddir? Faktologiya. İzah et. İzah etmək. Burada anlamaq. Biraz kobud oldu. İzah et. Anlamaq mənasına. Bax, deyək ki, məsələn, İskəndər məsəlində baş qəhrəman və ikinci dərəcəli qəhrəmanların adını sadala. Nizami Gəncəvinin İskəndərnamə məsəlində. Sadalayırsan. İzah et eləyəndə. İzah et. Başa düşübsənsə, izah eləyəsən. Daha sonra tətbiq etmək. Oradan baxasan, tətbiq edirsən. Tətbiq etmək nə üçün? Arqumentlərə əsaslandır. Baxın, nə üçün sualını verəndə təhlil etməyə aiddir bu. Təhlil etmə. Təhlil etmə. Təhlil etmə nətər idi? İki məqam arasında, baxın bura. Bu mərhələyə aid olan suallar məlumatın fərqləndirilməsi, daha önəmli olanın vurğulanması. Demişdim ki, yaxşısının, özü üçün, yəni hansı daha önəmlidir, onu seçir. Müəllifin mövqeyi, bax, qarşılıq, müəllifin mövqeyini müəyyənləşdirmək taksonomiyada hara aid idi? Müəllifin mövqeyini müəyyənləşdirmək, təhlil etməyə. Öz mövqeyi hara aid idi dəyərləndirməyə? Müəllif mövqeyi görürəmsə təhlil etmədir. Öz mövqeyi görürəmsə öz mövqeyini, özünü ifadə etmə, dəyərləndirmədir. Digəri də adından göründüyü kimi nə deyir bizə? Yenisini yarat. Yaratmaq mənasına aiddir. Yaratmaq mənasına. Digər məqam nədir müəllimlər? Bulum kubu üsulu bütün siniflərdə keçilə bilər. Yəni elə bir məqam yoxdur ki, bulum kubunu ancaq yuxarı siniflərdə keç. Belə bir şey yoxdur. Bütün siniflərdə keçilə bilər. Ancaq ibtidai və orta siniflərdə məqsədə uyğun ki, sualları müəllim hazırlasın. Ancaq yuxarı siniflərdə sualları həm müəllim də hazırlaya bilər, həm şagird də hazırlaya bilər. Yəni bu hər formada ola bilər. Belə iki versiyadan da istifadə etmək olar. Belə müəllimlər, bu strategiyaların, deməli strategiyanın axırına gəldik, çıxdıq. Bu izahla da strategiyanın axırına çıxdıq. İndi burada bir iki dənə ümumiləşmə məqamı deyim sizə. Baxın, diqqət eləyin nəyə? Assosiasiya hardaydı? Qeyd götürmək hardaydı? Bunlara yadınıza salın. Köhnə və yeni biliklərin əlaqələnməsi, bunu yadınıza salın. Yəni, bu ümumi bir neçə suallardır indi. Oxuduğunuzu yoxlamaq üçün. Daha sonra diaqnostik qiymətləndirmək üçün nələr lazım idi? Yəni, nələr lazım yox, hansı üsullar diaqnostik qiymətləndirmə aparmağa kömək edir? Refleksiya aparmağa kömək edən üsullar. Daha sonra başqa bunlar ilə. Bunları bilsəz, yaxşıdır. İki dənə də yenə sual. Zigzag nə idi müəllim? Zigzagda fəaliyyət necə olurdu? Strategiya. Zigzag, çarpaz, qarışıq qruplar olurdu. Belə. Olurdu 1, 2, 3, 4. Birlər bir qrupa birləşir. 2-lər 1, 3-lər 1, 4-lər 1. Mətnin hissələrini təhlil edirlər. Təzədən qayıdırlar öz qruplarına. Mətnin bütün hissəsindən məlumatlı şagirdlər olurdu. Aha. İnsi, bir də bunu müəllim. Insident, bir də insert. Fərqinə diqqət elə. Fərqinə diqqət elə müəllim. Insident real həyatı problemlər üzərində gedən bir fəaliyyətdir. Problem yönetmə bacarığını inkişaf etdirir, yaradıcılığını inkişaf etdirir. Insert, şərti işarələr qoyurduq. Şərti işarələr bu kimi qarşısına sual işarəsidir. Bu da belə. Oldu müəllimlər. Sağ olun. Növbəti izahlarda görüşənədək.